Və sonra İmam rahimehullah Darul İslam, Darul Küfr məsələlərinə toxunur və bu məsələlər fikir verirsiniz. İmam Əhmədin Usul-ü Sünnə kitabında heç biri gəlməmişdi. Burada gəlir. Və İmam rahimehullah buyurur ki: "Və yarawna-dar dar İslam, la dar kufrin kema ra'atu'l mu'tezile. Ma dama an-nida'u bis-salati wal-iqamati zahirin və əhluha mumakkinin minha aminin." Həmçinin hədis imamları, əhl-i sünnə alimləri müsəlman torpaqlarını Darul İslam, yəni İslam diyarı hesab edirlər. Mu'təzilə kimi küfür diyarı hesab etmirlər. Əgər o müsəlman torpaqlarında o vaxtacan ki açıq şəkildə, açıq aşkar bir şəkildə Allahın ayinləri icra edilir. Şəriətin ayinləri icra edilir. Azan verilir. Namazlara çağırılır. Və oranın əhalisi tam rahat, əmin, amanlıqda bu ibadətləri aşkar bir şəkildə icra edirlər. İmam Əbu Bakr rahimehullah deyir ki, belə bir torpaq, belə bir diyar nə sayılır? Darul İslam. Yəni İslam diyarı sayılır. Fikir verdiniz, İmam rahimehullah bir yerin Darul İslam olması üçün əsasən nəyi şərt qoydu və ya nəyi əsas götürdü? Oranın əhalisinin halını. Bu bir diyarın, bir torpağın Darul İslam və olub olmamasında əsas meyardır. Orada yaşayan əhalinin halı. Bir yerə Darul İslam və Darul Küfür hökmü verilməsi üçün əsas götürülən şey ən birinci budur. Ona görə İmam Şevkan rahmehullah As-Seylul Cerrar kitabında görün Darul İslamı necə tərif edir. Buyurur ki, əgər yaşadıkları, müsəlmanların yaşadıkları diyarda güc, iqtidar və ixtiyar müsəlmanların əlindədirsə və orada yaşayan kafirlər öz küfürlərini, yəni küfür olan ayinlərini müsəlmanların izni olmadan izhar edə bilmirlərsə, o zaman həmin diyar İslam diyarı sayılır. Orada küfür əlamətlərinin və küfür ayinlərinin olması oranın İslam diyarı olmasına zərər verməz. Çünki həmin küfür ayinləri kafirlərin iqtidar və ixtiyarları ilə deyil, məhz müsəlmanların icazəsi ilə həyata keçirilir. Deməli, İmam Şevkan rahimehullahın bu sözündən də eyni ilə müəllifin, İmam Əbu Bakr rahimehullahın dediyini başa düşürük ki, əsas götürülən nədir? O yerdə yaşayan əhalinin halı. Və güc, iqtidar kimin əlindədir? Və biz bununla bilmiş olduq ki, Darul Küfür və ya Darul İslam nədir? Və həmçinin burada iki sualın cavabını da tapmış olduq. O da nədir? Məsələn, bəzən sual verilir ki, əgər bir yer Darul İslamdır, deyilir ki, ora müsəlmanların diyarıdır, müsəlman torpağıdır. Orada, məsələn, kilsə tikilir. Müsəlmanlarla birlikdə kafirlər də öz ibadətlərini edirlər və küfür olan ibadətləri izhar edirlər. Yəni, açıq, aşkar edirlər. Bu küfür ayinlərinin açıq şəkildə edilməsi, o torpaqlarda kilsələrin və s. ibadət ocaqlarının tikilməsi, oranın müsəlman diyarı olmasına mani olmur. Cavab budur ki, mani olmur. Niyə? Çünki onlar bu ibadətləri etsələr də bunun müsəlmanların izni ilə edirlər. Yenə də oranın əhalisi, toplum kimlərdir? Müsəlmanlar və iqtidar, güc, söz sahibi kimlərdir? Müsəlmanlar.
Aydın oldu. Bu birinci və bir də hansı sualın cavabını tapırıq? Bir də bunun tam əksi. Məsələn, İmam Rahimullah deyir ki, o yerdə ki, fikir verin, o yerdə ki, namaza çağırılır, o yerin əhalisi ki, bu ibadəti rahat şəkildə icra edir, ora nədir? Darul İslam. Sual çıxır ki, bəs Avropada, Xristiyan ölkələrində müsəlmanlar rahat şəkildə ibadətlərini edirlər, azan da verilir və s. Onda necə olacaq? Yox, ora elə yenə də darul küfürdür. Nə üçün? Çünki müsəlmanlar bunu etsələr də kafirlərin izni ilə edirlər. İzin verməsələr edə bilməyəcəklər. Məsələ budur. Və bununla elə bil ki, ayrılır. Bununla bilinir ki, hara darul İslamdır, hara darul küfürdür. Əsas götürülən meyar nədir? Orada yaşayan əhalinin kimliyi və o torpaqlarda söz sahibləri kimlərdir? Əsas bu götürülür. Və burada sonuncu bir məsələ, o da nədir? Sual verilsə ki, bəs bir yer, Darul İslam, müsəlman diyarı, İslam diyarı olan bir yer, nə zaman darul küfr olur? Bu məsələdə 3 dənə rəy var. Hətta 4-cü bir rəy də var, qeyd edəcəm onu. O rəylərdən birincisi odur ki, bir yer darul İslamdırsa, heç vaxt darul küfr olmur. Heç vaxt. Yəni artıq müsəlmanlar fəth ediblərsə oranı, darul İslam olubsa, oranın əhalisi hamısı kafir olsa belə, orada darul İslam olaraq qalır. Bu bəzi şafi alimlərinin rəyi olub. Və bu rəy batildir. Bu rəy batildir. Çünki bu İslam diyarı, küfür diyarı, bu vəsf, qalıcı vəsf deyil. Aydındır, bu vəsf qalıcı vəsf deyil. Bu nisbidir. Bu dəyişə bilər. Ola bilsin bir yer darul küfürdür, sonra mı olsun darul İslam, darul İslamdır, sonra mı olsun darul küfür. Ona görə bu rəy tamamilə batildir. Və ikinci rəy hansı rəydir? İkinci rəy Mu'təzilənin rəyidir. Mu'təzilənin rəyidir. Mu'təzilənin rəyinə görə, etiqadına görə İslam diyarı böyük günahlar səbəbilə darul küfr olur. Həmçinin demək olar, bu xavaricilərin də etiqadıdır. Çünki bu məsələlərdə Mu'təzilə ilə xavaricilər eyni rəydədirlər. Və buna səbəb nədir? Çünki onlar xavaricilərlə Mu'təzilə etiqad edirlər ki, böyük günah sahibi kafirdir. Və bir müsəlman diyarı, fikir verin, təsəlsülə baxın, silsiləyə. Bir müsəlman diyarıdır, müsəlman torpaqlarıdır, əhali müsəlmandır. Və insanlar başlayır orada böyük günahlar işləməyə. Qeybət, yalan, oğurluq və s. Hər böyük günahı işləyən müsəlman dönüb nə olur? Kafir. Və beləcə o toplumda müsəlman diyarı böyük günahlar səbəbi ilə nəyə dönür? Darul küfrə. Və əslində müəllif İmam Əbu Bakr Rahimehullah buna işarə edir. Bayaq oxuyanda qeyd etdik, ola bilsin fikir vermədiniz. Heç kəs də sual vermədi. İmam Rahimehullah deyir ki, və yaravnə dara İslam, la dara kufur, kəmə ra'atul Mu'təzilə. İmam Rahimehullah dedi ki, hədis imamları müsəlman torpaqlarını, müsəlmanların yaşadıkları torpaqları İslam diyarı görürlər. Mu'təzilə kimi küfür diyarı görmürlər. İmam Rahimehullah buna işarə edir. Nə üçün? Çünki elə bir müsəlman torpağı yoxdur ki, orada böyük günahlar olmasın. Ona görə Mu'təzilənin, xavaricilərin etiqadlarının bir növ nəticəsi budur ki, sən yer üzündə Darul İslam tapa bilməzsən. Bu etiqada əsasən.
Ona görə hətta bu gün də xavariclər, bu gün müasir xavariclər, gedin soruşun, onlardan kimi tanıyırsınızsa. Məkkəni, Mədinəni belə Darül Küfr görürlər. Onlara görə bugün yer üzündə Darül İslam yoxdur. Varsa da bəlkə də öz evini sayır, saymır, Allah bilir. Yəni yer üzü bütövlükdə nədir? Darül Küfr. Lakin əhl-i sünnətin bu deməli birinci rəy hansı idi? Bəzi alimlərin rəyidir ki, Darül İslam Darül Küfrə dönmür. İkinci rəy Mu'təzilənin rəyi ki, Darül İslam böyük günahlar səbəbi ilə Darül Küfrə dönür. Bu da batildir, dedik. Və üçüncü rəy əhl-i sünnə rəyidir. O da hansı rəydir? Bayaq dediyim kimi. Bu vəsf nisbidir. Lakin əsas götürülən o torpaqlarda yaşayan əhalinin halı və vəziyyətidir. Aydındır. Əgər bir müsəlman torpağı, orada yaşayan cəmaat dinlərindən dönüb kafir olsalar və bu cür davam etsələr, həmin diyar Darül İslam olmaqdan çıxıb nə olur? Darül Küfr. Məsələn, bugünkü İspaniya. Bugün İspaniya vaxtı ilə Əndəlus müsəlman torpağı idi ya, yox. Biz deyəndə müsəlman torpağı idi, yəni Darül İslam idi. Böyük alimlər çıxmışdı, İbn Həzm kimi, Qurtubi kimi. Onlarla bəlkə də yüzlərlə alimlər çıxıb oradan. Lakin indi vaxtı ilə Darül İslam olan o torpaqlar indi hal-hazırda Darül İslam yoxsam Darül Küfr. Darül Küfrdür. Hristiyan ölkəsidir. Küfr diyarıdır. Aydın oldu. Və bir də burada bir məsələ var. Ola bilsin ki, bir torpaq, düzdür, bu məsələ biraz çətin məsələdir. Yəni, ictihad tələb edən məsələdir. Məsələn, bir torpaqdır, müsəlman diyarıdır. Kafirlər tərəfindən istila edilib, işğal edilib. Kafirlər orada iqtidarı, gücü götürüblər ələ. Güc onlardadır. Lakin əhali müsəlmandır. Burada fikir verirsiniz, hökmdə sanki haçalanma olur. Yəni, əhali müsəlmandır. Hökm isə kafirlərin əlindədir. İndi sual. Bu torpaq Darül Küfrdür yoxsam Darül İslam? Bir çox alimə görə Darül İslamdır. Çünki əhali müsəlmandırsa, buna əsas götürürlər. Lakin Şeyxülislam Rahiməhullah bu məsələdə sanki tavaqquf edir. Nə deyir? Yəni, nə Darül İslam hökmünü vermir, nə də Darül Küfr. Və bəzi alimlər termin olaraq həmin torpaqları deyiblər Darül Hərb. Hərb diyarı. Məsələn, bugün Fələstini misal gətirmək olar, xüsusən də Yahudilərin hökm verdikləri bölgələri. Demək olar ki, orada Darül Küfr deyil, Darül İslam da deyil. Nədir? Darül Hərb. Aydındır. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və səhbihi və səlləm.